Hə, əziz izləyicilər, bugün halva bişiririk. Bizə lazım olan ləvazimatlar: yağ, 1 stəkan su, 1 stəkan şəkər tozu və ölü sayısı gələn 1 stəkan da un və 2 dənə də vanil. Qazın altını yandırırıq. İlk öncə yağı koyuruq. Yağımız əridiyinə görə indi unu əlavə edirik. Belə qarışdıraraq. Bu arada mənim həqiqətən də halvam çox məşhurdur. Hə, bir də suyu əlavə elədim, şəkər tozu ilə ki, qoy onlar da un hazır olana kimi qaynasın. Gördüyünüz kimi un yavaş-yavaş rəngini dəyişməyə başlayır. Bu deməkdir ki, qovrulur. Açığı deyim ki, həqiqətən də halvamı yeyənlər çox gözəl bilir ki, halvada mükəmməldir də, yəni. Yarış keçirənlər varsa da gəlsin, keçirsin məndən yarış. Baxın, qoy işıq yandığını daha dəqiq görəsiniz. Yəni, gördüyünüz kimi yağı qusmağa başlayıb. Düzdür, indi hal-hazırda qarışdırın, çox da bəlli olmur. İndi şərbətin zamanı. Bunu da aşağı deyiləm. Mamma mia. İndi servis edeyim. Mamma mia. Bu da sizin için.